Salam əziz 5-cilər, Din vəsaitinin 5-ci sinif kitabının izahına başlayaq. Birinci bölməmiz Who am I? Mən kiməm bölməsidir. Burada standartlarımız var. Şagirdlərin nələrə, hansı bacarıqlara yiyələnəcəyi bu standartlar əsasında onlar bizə lazım deyil. Gəlin keçək bizim gələcəkdə speaking danışıq qabiliyyətimizi inkişaf etdirilməsi bağlı imtahanların keçiriləcəyi gözlənilir. Bunun üçün hazırlıq mərhələsində dediyimin bir çox vəsaitləri şəkil üzrə danışıq olacaq. Burada nədən söhbət gedir? Baxaq. Şəkli deyir, describes a picture, şəkli təsvir edir. The question can help you. Bu suallar sizə kömək edəcək. Birinci sualımıza baxaq. What do you see in the picture? Şəkildə nə görürsünüz? Biraz düşünək. Siz də düşünün. Bəli, biz şəkildə nə görürük? We can see classroom in the picture. And ikinci sualımız. What is there in the classroom? Sinif otağında nə var? What is there in the classroom? Burada nə görürük? Gördüyümüz bütün əşyaları biz nə edə bilərik uşaqlar? Saya bilərik. We can see board, pictures, globe, clock, bookshelf, teacher's table, desk, chairs, and etc. Bunu bir cümlə şəklində də versək, istəyirsiniz bunları yazaq da. Board, lövhə, pictures, sizin kimi deyək. Globe, globus, o'clock, saat, table, chairs. Danışıq qabiliyyətimizi inkişaf etdiyinə görə çox bizim yazmağa, sadəcə yazaq ki, xatırlayaq. Və deyir ki, biz belə bir cümlə qura bilərik ki, burada what is there in the classroom? Şəkildə sinif otağında nə var? Deyə bilərik ki, there are a blackboard and many pictures and a o'clock on the wall. And there is many chairs, desks, and a teacher table in there. And I can see there a bookshelf, and on the bookshelf we can see skeleton and a globe and etc. Bu cümlədə skelet də vardı burada, onu da əlavə elədim. Mən deyir orada nə gördüm, dediyim cümlələr yəqin ki sizə aydın oldu. Və sonra da bu ikinci cümləmizə getdik. Üçüncü cümləmizə baxaq, nə soruşur bizə? What is there on the bookcase? Bookcase, bookshelf, bookcase də deyə bilərik. Kitab şkafında nə görürük biz? We can see, deyirsən, I can see there are many pens, pencil case and books on there. And where is the clock? Deyir, saat hardadır? Burada divar saat olduğuna görə o'clock yazıb və biz deyə bilərik ki, the o'clock on the wall, divar saatı divarın üzərindədir. Bunu da dedik və növbəti 5-cidə how many students do you see in the classroom? Sinif otağında neçə dənə şagird görə bilirsiniz? Burada şagird var uşaqlar? Xeyr. No students. Onda deyirsən ki, I can't see any students in this classroom. Və yaxud da belə bilirsən ki, there isn't any students in this classroom. Bu formada deyə bilərik. Növbəti tapşırığımız, dinləmə tapşırığımızı. Gəlin, dinləmə tapşırığımızı dinləyək öncə, daha sonra isə suallarımızın cavabına birlikdə baxaq. Unit 1. Listen to the passage and answer the questions from 1 to 4. It's a good idea for students to wear a uniform. I believe that uniforms are very important in a number of ways. Firstly, parents don't spend much money on their children's clothes
and school uniforms make it easy for students to dress every morning. Teenagers don't spend many hours searching for something to wear. When pupils wear the same clothes, they feel equal. Children feel more relaxed in uniforms. Uniforms can show their unity and give children a sense of loyalty to their school. Many schools have a choice of uniforms. Because uniforms make students look different and better from other schools and students. In school uniform, students concentrate more on studies. School uniform is also an important part of a school life as it introduces a feeling of belonging and respect for teachers and school. Aha. Uşaqlar, dinləmədə biz məktəbli forması, school uniformsdan danışırdı və burada da sualımızda da görürük elə bunu. Və bizim birinci sualımızda da soruşur bizdən ki, what are the adventures of school uniforms? Məktəbli formasının müsbət cəhətləri nədir? Burada biz gördük ki, eşitdik ki, dedik ki, dinləmədə məktəbli formasının bir çox üstünlükləri var. Şagirdlər orada bu formanı giydikdə daha özlərini fərqli və rahat hiss edirlər. Hətta valideynlər üçün də bu daha rahatdır onu almaq və bu uşaqlar deyir, məktəbli forması geyinəndə digərlərindən özlərini fərqli hiss elətdirir və deyir, məktəb həyatında məktəbli forması önəmli bir şey daşıyır və şagirdlər də bunu çox rahatlıqla əldə edə bilirlər, geyinə bilirlər və özlərin bir-birindən cürbəcür fərqli geyinmirlər, fərqli şeylər tapmaq çətinlik çəkmirlər, çox rahatdır. Birinci cümləmizin, sualımızın cavabını mən artıq qeyd elədim, dinlədikcə, eşitdikcə altından xətlər çəkmişəm. İndi isə gəlin bir izah eləyək. Parents are against the idea of wearing. Biraz böyüdür. Against əleyhinə deməkdir, deyir bu məktəbli formasının geyməyin əleyhinədir valideynlər. Xeyr, belə bir şey yox idi. Gələk bunu çəkək üzərindən, sarı xətlə ki, xeyr. They feel uncomfortable and bad in uniforms. Onlar deyir, pis və rahat hiss etmirlər, deyir özlərin məktəbli formasında. Xeyr, orada belə bir cümlə yox idi. It is not a good idea for students to wear uniforms. Bu da yaxşı ideya deyil, şagirdlərin məktəbli forması geymək. Bu da deyil. Children feel more relaxed in uniforms. Bəli, bu var idi və ona görə də mən bunu bayaq da işarə elədim. D variantı doğrudur. It makes a long time for children to wear a school uniform. Məktəbdə deyir formasını deyir geyinmək uzun müddət alırdı. Xeyr, daha rahat və daha belə deyək, sadə idi onu geyinmək. Ona görə burada biz cavabımız nə oldu? D variantı oldu. İndi isə uşaqlar gəlin növbəti cavabımıza baxaq, sualımıza baxaq. Deyir ki, complete the sentence according to the passage. Dinləməyə uyğun olaraq neyinirik? Cavablarımızı tapaq. Bəli, dinləməyə uyğun olaraq bizim cavablarımızı eşitdik ki, biz orada deyir, school uniforms can also show the identity for students və bir də introduce the feeling of respect. Bu sözləri biz eşitdik orada. Ona görə 1 və 3-cü cavablarımız doğrudur, B variantı. Amma be a bad choice for school, məktəb üçün pis seçimdir, bu səhvdir, yanlışdır. Have some difficulties for teenagers, bəzi çətinliyi vardı yeni yetmələrə. Xeyr, belə bir sözlər yox idi. Növbəti isə what is the passage mainly about? Mətin nə haqdadır? Mətinə ümumiyyətlə ad verəndə bütünlüklə eşitdiyimiz, dinlədiyimiz hər bir bölməni əhatə etməlidir adımız. The importance of school uniforms. Bəli, biz bu
məktəbi formasını deyir, önəmindən danışırdı. Bəli, bardan B-yə baxaq. Different schools and the same clothes. Müxtəlif məktəblər, eyni paltarlar. The price of school uniforms. Məktəbli formasının qiyməti. How parents save much money. Necədir valideynlər çoxlu pul qənaət edirdilər. The relation between teachers and parents. Əlaqədir. Müəllimlər və valideynlər arasındakı əlaqə. Bunlar hamısı yox idi. Ona görə bunlar hamısı nədir? Yanlışdır. Növbəti true false, doğru yanlış cavablarımızı da birlikdə oxuyaq. It is difficult for students to choose uniforms. Bu yuxarıda da qeyd olunmuşdu artıq. Deyir ki, məktəbi formasını seçməkdir, çətinlik çəkir. Xeyr, orada qeyd edilirdi ki, çox asandır. Çünki hamıda eyni formadır. It is comfortable for teenagers to wear uniforms. Bu da rahatdır. Bu da yuxarıki cümləmizdə var idi. Doğrudur onda bu. When students wear uniforms, they look different. Şagirdlər məktəbi formasını geyinəndə bir-birinə fərqli görünürdülər. Və yaxud school uniforms play an important role in school. Bu doğruydu. Bu məncə də bu da doğruydu. Çünki məktəbi forması geyinən şagirdlər hamıdan fərqli görünürdülər. Bu suallarda adətən uşaqlar belədir. Əgər bir səhv 3 doğrumuz varsa bizə yarım bal verir. 0,5. Yox, 2 səhv 2 doğrumuz varsa 0 bal verir. Tam hamısı doğrudursa onda bizə nə verir? 1 bal verir. Ballarla da tanış olduq. Keçək indi short textlərimizə, qısa mətnlərimizə. Dear Betty, əziz Betty, hi, salam. I want to inform you about my holiday plan. Mən istəyirəm sənə məlumat verim mənim tətil planım haqqında. I plan to visit you and spend the holiday together. Birlikdə. Mən planlayıram ki, sənə baş çəkim, səfər edim sən yanına və tətili birlikdə keçirək. See you in 3 weeks. 3 həftəyə görüşüncə. Take care, özü yaxşı bax. Tina, yazan kimdir? Tina'da kimə yazıb? Betty'yə yazıb. Və burada deyir, gəlin doğru, correct variant, doğru cavaba baxaq. Nə deyir A variantında? Tina plans to invite Betty to have a holiday together. Tina deyir, Betty-ni deyir, dəvət edirdi birlikdə tətil keçirməyə. Tina dəvət edirdi, yoxsa sadəcə məlumat verirdi burada. Betty doesn't want to spend her holiday with Tina. Betty istəmirdi, deyir, Tina ilə öz tətilini keçirtmək. Burada belə deyil, elə yox idi, əslində istəyirdi. Məlumat verirdi ki, gələcəm. After 3 weeks, Betty plans to visit her friend. 3 həftədən sonra Betty planlaşdırır öz dostuyla səfər etməyə, baş çəkməyə. Tina doesn't tell Betty about her holiday plan. Tina demir, Betty'yə onun tətil planı haqqında. Axı deyir, məlumat verir, axı inform nə idi, məlumat vermək. Tina wants to spend her holiday at Betty's. Tina deyir, Tina nə istəyir? Tina istəyir ki, öz tətilini onun dostu Tina wants to spend her holiday at Betty's. Betty gildə deyir, keçirmək istəyir. Bəli, burada ilə cavabımıza baxarıq ki, ən uyğun gələni E variantıdır. Burada bir üçüncü variantımızda after 3 weeks Betty plans. Burada Betty değildi. Tina idi planlaşdırırdı. Ona görə C variantımız səhvdir. Yəqin orada cəhdə yəqin yanlış olmasın deyə bir də deyirəm. E variantı doğrudur. Aha, növbəti tapşırığımıza baxırıq. 6-cı tapşırığımızda isə deyir ki, Dear Maria, əziz Maria, I want to tell you about my best friend Jane. Mən sənə deyir, ən yaxın dostum Jane haqqında demək istəyirəm. She's a very lovely girl. O çox sevimli qızdır. She learns English and her English is good. O İngilis dili öyrənir və onun İngilis dili çox yaxşıdır. She helps me in my lessons. O mənə kömək edir mənim dərslərimdə. She's a kind and clever girl. O mehriban və ağıllı qızdır. Take care, özünə yaxşı bax, Kate. Yazan Kate'dir. Həmişə sonda yadınızda qalsın verilən adam məktubu yazandır. Birinci adı çəkilir isə məktub göndərilən şəxsdir. Yəni məktubu oxuyandır. Doğru cavaba baxacaq yenə.
Maria asks Kate to tell her about her friend. Maria soruşur Kate'den deyir, onun dostu haqqında ona danışsın. B'de ise deyir, Kate informs Maria about English lesson. İngilis dili dərsi haqqında məlumat verirdi Kate, Maria. Kate tells Maria about her best friend. Kate, Maria'ya neynirdi? Öz dostu haqqında deyir, danışırdı. Bunu saxlayaq. Kate wants to tell her friend about Maria. Kate deyir, Maria haqqında dostuna demək istəyirdi. Kate wants to tell her friend, onun dostuna, about Maria haqqında. Xeyr, burada Maria deyir, öz dostu haqqında deyirdi bu çaşdırmasın. Variantında isə deyir, Maria informs Kate about her lesson. Maria məlumat verir about her lesson, dərsləri haqqında. Xeyr, burada ilə C variantımız doğrudur. Növbəti tapşırığımıza baxırıq. Növbəti tapşırığımızda da yenə short text qısa. Dear Harry, əziz Harry, hi, salam. I am in the 5th grade now. Mən indi 5-ci sinifdəyəm. We are 25 in our form. Form həm də sinif deməkdir uşaqlar. Biz 25 nəfərik sinifdə. One of our classmates, sinif yoldaşlarımızdır, is Martin. Bizim sinif yoldaşlarımızdan biri Martindir. He's very tall boy. O uca boy oğlandır. Çox uca boy oğlandır. He studies very hard and his marks are very good. O çox çalışır və onun qiymətləri, marks, very good, çox yaxşıdır. Ya, sensorla Joy, hörmətlə deyir Joy. Yenə doğru variantı tapırıq. Joe tells Harry about his studies and marks. Joe deyir Harry'yə onun deyir təhsili və qiymətləri haqqında danışır. Xeyr, onun dostu haqqında danışır. Sinif yoldaşı Martin'in qiymətlərini deyirdi. B variantında deyir Martin is Harry's best classmate. Martin deyir Harry'nin ən yaxşı sinif yoldaşıdır. Bunu saxlayaq. Joe tells Harry about one of his classmates. Joe deyir Harry'yə onun deyir sinif yoldaşı haqqında danışırdı. Sinif yoldaşı bir haqqında danışırdı. Bu da oxşuyur. Martin writes about his classmates and lessons. Martin deyir sinif yoldaşları və dərsləri haqqında yazır ona. Joe informs Martin about his best friend Harry. Joe deyir Martin'a onun deyir belə deyək, ən yaxşı dostu haqqında danışırdı. Joe inform Martin. Martin'ə dəmir daxı Harry'yə deyirdi. Kim deyirdi? Joe yazırdı. Amma Joe Harry'yə yazırdı. Ona görə C variantı uyğun gəlir. Baxaq digəri hansı idi bizi çaşdıran? Martin is Harry's best. Martin Harry'nin dostuydu. Xeyr, Martin mən də burada çaşmışam. Elə bayaq deyəndə xeyr, Martin heç kimin dostu deyildi. Sadəcə Joe'un sinif yoldaşıydı. Ona görə C variantımız doğrudur. İndi isə keçək mətnimizə. Mətnimizdə isə 8 və 12-ci suallar mətnə əsasında cavab verəcəyik. There are many different kinds of activities for us to enjoy nowadays. Müasir dövrdə deyir, çoxlu müxtəlifdir. Aktivitelər var ki, bizi deyir, əyləndirir. Many people like sports. Sports make feel fit and strong. İdman deyir, insanları fit və güclü göstərir. You can join football or basketball teams. Sən deyir, futbol və basketbol komandalarına qoşula bilərsən. They can develop nə inkişaf etdirmək. You can develop and make you famous. Sən özünü inkişaf edə bilərsən, özünü məşhur edə bilərsən. Stamp collecting is bunun üzərinə niyə çəkdik? Bir dəqiqə. Belə yazaq. Stamp collecting is also an interesting activity. Yarlıq toplamaq da çox maraqlı, həmçinin də çox maraqlı fəaliyyətdir. You can improve your knowledge and learn interesting things about different countries, countries or people collecting stamp. Sən özün deyir, can improve yoluna biliyi inkişaf etdirərsən və maraqlı şeylər öyrənə bilərsən müxtəlif ölkələr haqqında və yaxud insanlar deyir kolleksiya edir yarlıqları. Gardening and fishing are also enjoyable types of activities. Bağçılıq, balıqçılıq, həmçinin deyir,
əyləncəlidir, bir fəaliyyət növlərindəndir. These activities are relaxes. Bu fəaliyyətlərdir, əyləncəlidir, rahatladıcıdır. Beautiful flowers can make you happy. Gözəldir, güllər səni xoşbəxt hiss etdirir. Fishing with friends can be a good day out and with a tasty supper at the end. Deyir ki, səni deyir, balıq tutmaq, dostunla balıq tutmaq deyir, sənin gününü deyir, çöldə keçirdiyin günü də yaxşı edər və deyir, axşama tezdir, dadlı nahar edər, sonunda axşam nahar edər. Today pastimes are often likened to technology and can make us lazy. Bugünün deyir, tez deyir, bizə deyir, neyinir deyir? Bir dəqiqə uşaqlar. Today's bir də oxuyaq bunu. Okay. Today's bugünkü deyir, əyləncələr tez-tez texnologiya ilə əlaqələndirir və bizi neyinir deyir? Lazy nə deməkdir? Bir dəqiqə bunu böyüdək. Aha, tənbəl edir. Aha, lazy nə edir? Tənbəl. Bunu biraz balacaladım görün. Okay. And surfing the net or chatting online is popular pastime for us, but more sociable types prefer to go to the cinema or go on an exhibition. Burada deyir ki, internetdə gəzmək və ya onlayn söhbət etmək bizim üçün məşhur bir əyləncədir, lakin deyir, lakin daha ünsiyyətçil insanlar kinoya və sərgiyə getməyi neynirlər? Prefer üstün tuturlar. Bu da prefer hardaydı? Aha, prefer həmişə niyə işləmədi? Prefer üstün tutmaq. Üstün tuturlar. Exhibition, sərgi, sinema, kino, chatting online danışmaq deyil, internetdə. Whatever we like to do in our free time. The main thing is to find something that we enjoy doing it and gain something new. Boş vaxtlarımızı nə etmək xoşlayırsa, əsas odur ki, bunu etməkdən zövq aldığımız bir şey tapıb yeni bir şey qazanaq. And burada neyse, da səhv etdim mən. Okay. Və burada isə keçək birinci sualımıza. Birinci sualımızda nədən deyir bizə? Doğru variantı seçirik yenə, correct variant. Mətninə əsasən. People don't go in for sport nowadays. Müasir dövrdə deyir, insanlar idmana getmirlər. It is not good to chat online all day long. Bütün günü deyir, onlayn chatlaşmaq yaxşı deyil. Fishing with friends is also a good pastime. Dostlarınla deyir, nə etmək? Balıq tutmaq deyir. Dostlarla balıq tutmaq da ən yaxşı bir əyləncədir. Pastime'dir. Baxaq. Aha. And gardening can't make people happy. Bağçılıq da insanları xoşbəxt etməyə bilər. Amma burada biz yazmışdıq axı. Deyirdi ki, gardening and fishing. Bir dəqiqə bunu incə yazaq. Neyinir? İnsanları enjoyable edə bilər. Ona görə səhvləri çıxardırıq. Can't olanlar olmaz. It is not good. Bir dəqiqə yapacaq. Aha. It is not good for chat online deyib. Bir səhvdir. Sonra bir dəqiqə. Deməli, 4 olan variantlarımızı silirik. Çünki o səhvdir. Fishing 3 doğrudur. Bəli, var. It is not good to chat online all day. Bəli, 2 vardı. Və 2-3 doğru cavabımızdır. Aha. Növbəti sualımızda isə mətnimizə ad veririk. What is the passage mainly about? Mətn nə haqdadır? Bizə oxuduğumuzdan məlum olduğu kimi different types of activities, müxtəlif növ fəaliyyətlər və
Burada isə növbəti tapşırığımıza baxırıq. Variantları da oxuyaq. Bir variantında məsələn deyir ki, the adventure of adventure üstünlüklər, surfing the net, internetdə gəzişməyin üstünlükləri, modern technology and its disadvantages, müasir texnologiyanın dezavantajları, pastime activities can't be interesting, əyləncəli aktivitelər maraqlı deyil, how pastime activities make us lazy, necə deyir maraqlı aktivitelər, fəaliyyətlər bizi tənbəl edir, belə bir şeydən getmir də A variantı doğrudur. Növbəti tapşırığımızda isə suala cavab verəcəyik. İşte doğru cavab. What sociable types of people prefer doing for pastime? Sosial insan növlərinə daxil olanlar deyil. Nəyə üstünlük verirlər əyləncə etmək üçün? To chat online on surf, xeyr. To join different team sports and clubs, to watch films at the cinema or enjoy exhibition, bax bu söz var idi orada. To grow different kinds of flowers and trees, müxtəlif növ güllər və ağaclar əkmək, to learn about different countries, xeyr bunlar da deyildi. Baxın bu sualın cavabı isə bu hissərdədir. Small sociable types prefer going cinema and exhibition. Bax buradan tapa bilərik. Növbəti tapşırığımızda isə yenə də doğru cavabı taparaq cümləni tamamlayırıq. The benefit of pastime activities is üstünlükləri nələr idi? Əyləncəli aktivitələrin. People spend more time at home. Evdə çox vaxt keçirirlər. Xeyr. People spend little time on sport. Az vaxt keçirirdilər. İdmanla. People find something interesting to do. Maraqlı deyir, bir şey tapırdılar etməyə. Bəli. People can learn useful information. Bəli, maraqlı məlumatlar da öyrənirdilər. D variantı doğrudur. 12-ci tapşırığımızda isə mətnə uyğun, amma mətndə olmayan məlumatları seçirik. People's interest in collecting stamps is a little. Deyir, insanların yarlıq toplaması çox azdır. Amma orada çox idi. Modern technology make people more active. Daha aktiv edirdi müasir texnologiyalar. Xeyr, orada tam əksi idi. People find something to do in their pastime. Əyləncə üçün də insanlar nəsə tapırlar. Vardı, there are relaxing and enjoyable activities. Orada deyir, maraqlı və əyləncəli aktivitelər vardı. Bunlar doğru variantlardır. Ona görə onları yox, məhz 1 və 2 mətnə uyğun yanlış cavablardır. Onu götürülür. Növbəti tapşırıqlarımız 13-25-ci tapşırığımız isə məhz qrammatikaya aiddir. Və biz bilirik ki, xüsusi sual əvəzlikləri ilə başlayan cümlələr xüsusi suallar adlanır. Bəzən WH question da deyirik bunlara. Question, bunlar necə başlayır? WH questionlar, plus köməkçi feillər, plus mübtəda, plus xəbər formasında davam edir. Burada da həmin qaydaya uyğun birinci cümləmizdir. A variantı doğrudur. Digər variantlarımızda isə bu qaydalara uyğunluq pozulmuşdur. Növbəti tapşırığımızda isə 14-cü tapşırığımızda altından xətt çəkilmiş sözü əvəzlik kimi yazacağıq. My friends nə deməkdir? Mənim dostlarım. Onlara sual verdikdə mənim dostlarım kim? Onlar nə olur? Z. Həm də A-la işlənən. He bilirik ki, A-la işləmir. She bilirik A-la işləmir. Digər 3 variantın arasında da seçim etsək, mənim dostlarım əladılar ki, mənim dostlarım onlar etdiyinə görə sual verdikdə, ona görə D variantı doğrudur. Biz və siz doğru cavab deyil. Kate 3-cü şəxsin təkindədir və to be-nin köməkçi feilləri ilə də 3-cü şəxsin he, she və it-lə nə işlənirdi? Biz bilirdik ki, indiki zamanda is işlənir. Ona görə C variantı doğrudur. Kate-lə A, am, does, do isə variantda doğru deyil. Kate is my best friend. Kate mənim ən yaxşı dostumdur. Növbəti tapşırığımız isə modal feillərdir. Can modal feili bilirik ki, bilmək, bacarmaq deməkdir. Burada but bağlayıcısına baxırıq. But nə deməkdir? Amma, ancaq, lakin deməkdir. But olan cümlələrin bir tərəfi təsdiqdə olduqda bir tərəfi inkar və yaxud bir tərəfi inkar olduqda digər tərəfi təsdiq olur.
və hər ikisi can-lə, yəni eyni modal feili ilə işlənməlidir. Və burada baxırıq ki, birinci tərəf can-lə, ikinci tərəf isn't olmaz. Hər iki tərəf təsdiqdədir, olmaz. C variantında da hər iki tərəf inkardadır, o da olmaz Batın qaydasına görə. D variantımız doğrudur. Deyir, I can speak English, but my sister can't. Bəli, mən ingiliscə danışa bilirəm, amma mənim bacım bilmir. E variantında isə birinci, ikinci tərəflərimizdə isə I am to be-dən sonra feil yox, məsnə gəlməlidir, isim gəlməlidir. Ona görə bu variantımız da səhvdir. Növbəti tapşırığımız 17 tapşırığımız isə yenə də əvəzliklərin işlənməsidir. My nephew nə deməkdir? Mənim bacıoğlu, qardaşoğlu deməkdir. Is a good doctor. Burada isə yeni cümlə başlayır. Burada cümlə tamamlanır. Onun 35 yaşı var. Kimin? Mənim bacıoğlum. Bacıoğlu kim o deyəndə he olur. Yəni kişi cinsində olduğuna görə he işlənir. They, onlar, we, biz, it, o cansız əşyalar və heyvanlara, she isə o deməkdir. Bu qadınlara aiddir. Ona görə variant Y variantı doğrudur. 18-ci sualımızın isə hal-hazırda uşaqların the children football in the yard. Uşaqlar həyətdə futbol nə edirlər? Oynayırlar. Uşaqlar cəmdə olduğuna görə A-la işlənməlidir. Onda B variantı doğrudur. Is, am, isn't, play yox, playing olmalıdır. Növbəti sualımız isə 19-cu sualımız. Choose the correct variant. Doğru cavabları seçin. İsimin cəmləşməsidir. İsimin cəm formasında bilirik ki, kökdən dəyişən və sonu es artırıla bildiyimiz şəkilçisi artıra bildiyimiz sözlərimiz var. Əgər sayıla bilən ismin önündə miqdar sayı gələrsə, o cəmlənir. Birinci tapşırığımıza baxırıq ki, bəli, 5 books. 5 kitab doğrudur. Amma ikinci tapşırığımızda görürük ki, bir deməkdir. Student sözü isə cəmlənib. Bir şagird deyəndə şagird tək olduğuna görə cəmlənmir. 2 yanlışdır. Bu formada etdiyimiz testlərdə hazır daha rahat olsun deyə 2 olan variantı test edirik. Digər variantların üzərində belə deyim. Fikrimizi davam etdiririk. 3 deməkdir. Cat S şəkilçisi qəbul etməlidir. 3 pişik olmalıdır. Demək, 3-cü variantımız da səhvdir. Onda D, Y variantları da getdi. 2 artıq cəmləşməlidir. Tables olmalıydı. 4 variantımız da səhvdir. 5-ci variantımız isə 6 lessons cəmlənib görürük. 6 dərs, 5 düzdür. 1, 5 və qalan variantımız onsuzsa A variantıdır. 10 balls, 6 top da doğru cəmlənmişdir. 1, 5, 6-cı sual cavablarımız doğrudur. Növbəti tapşırığımız 20-ci tapşırığımızda isə yenə əvəzlik mövzusudur. Tom is my uncle. Tom mənim nəyimdir? Uncle nə deməkdir? Əmi, dayı. Kişi cinsindədir. He olur şəxs əvəzliyi kimi. Onun da belə deyək, yerli əvəzliyi his olur. İndi baxaq. I am, mən, favorite nephew. Mən onun sevimli, belə deyək, bacıoğluya, qardaşoğluya. Deməli, onun deyəndə burada dedik ki, o, Tom, he olur. Sual verdikdə kim o? Onun da yerli əvəzliyi nə olur? His, onun. Bura nə olacaq? D variantı. Bir A variantındakı qadın cinsidir, onun deməkdir. B-də yo, sənin, sizin deməkdir. Y-də yo, A və bizim, Z-yə də onların deməkdir. Digərləri uyğun gəlmir. 21-ci variantımız, sualımıza baxırıq tapşırdı. Yenə doğru variantı seçirik. Burada isə deyir ki, February has days. Fevralın günləri var. Fevralın günləri adətən neçə olur? 28, 28 gün olur. 30 olmur, 26, 26 olmur, olur, amma ümumi ifadə, belə deyək ki, qaydadan getdiyinə görə o yanlışdır və 31, 31 və ya 32 gündən ibarət olmur.
ümumi məlumat bildirdikdə, yəni fevral 28 gündən ibarət olur. Və 22-ci tapşırığımız isə sözlərin definitionları ilə və match edilməsidir, yəni uyğunlaşdırılmasıdır. Take götürmək, talk söhbət etmək, do etməkdir. Bu ifadələr 5-ci sinif kitabımızda var. Nə etmək? Take-in bəzən başqa mənaları da olur. Take on the phone. Yox, burada take photo. Take photo nədir? Şəkil çəkməkdir, ifadədir. Talk on the phone. Telefonla söhbət etmək. Nə etmək olur? To do da etməkdir. Ev tapşırım. To do homework. Ev tapşırım etmək. 1B, 2C, 3A. Haradadır bu variantımız? 1B, 2C, 3A. C variantımız doğrudur. 23-cü tapşırığımızda isə yenə modal feilimiz olan can modal feilin işlənməsindədir. Burada biraz da maraqlı bir cümləmiz var. Elephants can swim but the monkey can't. Meymunlar üzməkdən qorxurlar. Bunu belə deyək. Heyvanlar haqqında filmlərdə, çənəli filmlərdə görmüşdüm. Amma fillər üzə bilir. Ona görə olacaq A variantı. Elephant can swim but the monkeys can't. Digər variantlarda isə can-dən sonra ümumiyyətlə modal feil olaraq zaman dəyişilmir, to işlədilmir. Ona görə A variantı doğru variantımızdır. 24-cü tapşırığımızda isə bizə sual və ona uyğun cavablar verilir və bizim cavabımızda bizim açar sözümüz an article var. An article-dan sonra necə isim gəlir? Sayıla bilən tək isim gəlir. Ona görə cəm isimlərlə yox, tək isimlərlə davam edəcək. Sandals S şəkilçisi eləyib cəmdədir. Getdi. T-shirt ola bilər. Shorts S şəkilçisi qəbul edib. Yanlışdır. Deməli 2, 4, 5-ci variantlarımız doğrudur. 2, 4 də cap, papaq, swimsuit, çimərlik geyimi də təkdədir. 5, 2, 4, 5. C variantı doğrudur. Çünki what are you wearing? Sən nə geyinmisən? O da deyir I am wearing. Məsələn, t-shirt və yaxud a cap, sweatshirt, swimsuit və s. Bunlar hər üçü təkdə olduğuna görə article-dan sonra işlənə bilər. Article-dan sonra dedik ki, cəm isim gələ bilməz. Növbəti 25-ci tapşırığımız antonimlərdir. Yəni bir-birinə antonim olan sözləri seçirik. Early erkəndir, late gecdir. Bəli. Bunlar bir-birinin əksidir. Nice da qəşəng gözəl deməkdir. Beautiful da qəşəng gözəl deməkdir. Bunlar sinonimdir. Nədirlər bunlar? Sinonim. Sinonim. Big böyükdür, small kiçik deməkdir. Bunlar da bir-birinin əksidir. Long uzundur, short qısadır. Bunlar da bir-birinə nədir? Antonimdir. Amma high da uca, hündür deməkdir. Tall da yüksək, uca, hündür deməkdir. Bunlar da bir-birinə nədir? Sinonimdir. Deməli 2, 5-dən başqa 1, 3, 4-cü variantlar bir-birinə nədir? Əks mənalıdırlar, antonimdirlər. Növbəti 26-cı tapşırığımız isə şəkil üzrə işdir. Look at the pictures. Şəkillərə baxın. Make up a story according to the pictures in the given order. Verilmiş tapşırığa uyğun olaraq neyini? Bir şəkil üzrə hekayə qurun. Nə qədər istifadə edin? Ən az 35 sözdən ibarət olmalıdır. Burada isə bəli, şəklə diqqətlə baxaq. Əvvəl Azərbaycan dilində özümüz üçün onu izah etməyə çalışaq. Birinci şəkildə nə görürük? Ata və qızı, bir iti hara aparırlar? Veterinara aparırlar. Baytar həkimin yanına aparırlar, belə desək. Daha sonra onu müayinə edir həkim və ondan sonra isə növbəti gündə isə qız, həmin qız başqa dostuyla digər iti veterinarın yanına, yoxsa yox. Burada qızla atası gözləyir və digər belə deyək, dostları da öz itlərini ora növbə ilə gətirirlər. Məncə bu şəkil daha sonra olsaydı daha məntiqə uyğun olardı. Mətnimizin burada hazır belə deyək yazdım. Bax getməsin. One day father and his daughter took their small dog to a veterinary clinic. Bir günlər ata və qızı balaca itlərini veterinar klinikasına götürdülər. The dog was a little sick.
So the doctor examined Cleopatra. It biraz xəstə idi, buna görə də həkim onu diqqətlə müayinə etdi. The girl watched closely because she loved her pet very much. Qız yaxından izləyirdi, çünki o itini çox sevirdi. The dog that treated the dog and said it will get better soon. Doktor müayinə etdi və dedi ki, tezliklə o yaxşı olacaq. They went home. Sonra onlar evlərinə getdilər. At home, the family was very happy and the dog started playing again. Və ailə hamı çox xoşbəxt idi və it yenidən oynamağa başladı. Bu qədər və başqa formalarda da bu şəkilləri təsvir etmək olar. Sağ olun.